Herkese salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə OTK-nın 16 noyabr 10-cu siniflər üçün keçirilmiş olduğu sınaq imtahanının ətraflı izahına baxacağıq. Əlavə olaraqdan qeyd etmək istəyirəm ki, dekabrın 1-dən 8 və 10-cu siniflər, həmçinin 9-cu siniflər üçün sıfırdan yeni qruplarımız başlayır. Qeydiyyatdan keçmək və yaxud da ətraflı məlumat üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz. 56-cı sualımızda mürəkkəb isimlər cərgəsi tələb olunur. Hər bir variantda sadə və yaxud da düzəltmə isimləri çıxararaqdan doğru varianta gələ bilərik. Beləliklə, doğru variantımız A variantı, feedback, windmill, networking. Hər biri iki sözdən ibarət olan mürəkkəb isimlərdir. 57-ci sualımızda variantlara baxırıq ki, variantlarda yəlik əvəzliyinin aslı forması və yaxud da müstəqil forması verilib. Gəlin aradakı fərqi izah eləyək. Yəlik əvəzliyinin aslı formasından sonra isim gəlməlidir. Müstəqildə isə əks olaraqdan isim gələ bilməz. Baxıram ki, boşluğumun sağ tərəfində isim yoxdur, sadəcə bağlacıdır. Boşluğumun sağ tərəfində ümumiyyətlə heç nə yoxdur. Hər iki boşluğa müstəqil əvəzliyi axtaracağam. Bu səbəbdən doğru variantımız C variantı. Hər ikisi də müstəqil yəlik əvəzlikləridir. 58-ci sualımızda sözün sonundakı s mənə bildirir ki, bu isim sayıla bilən isimdir. Sayılmayan isimlərlə istifadə olunanları çıxardaq. Elotdan sonra isə ümumiyyətlə isim gələ bilməz. İki variant arasında qalıram. Hər iki variant sayıla bilən isimlərlə istifadə oluna bilir. Sadəcə olaraqdan artıq burada tərcüməyə diqqət yetirmək lazımdır. Xoşbəxtlikdən zəlzələ az sayda evə zərər vurmuşdu. Xoşbəxtlikdən sözü mənə bildirir ki, zəlzələnin ziyanı azdır. Bu səbəbdən də doğru cavabımız A variantı. 59-cu sualımızda sözlər verilib və sözlərdən biri ümumiyyətlə məna qrupundan kənar bir sözdür. Sözlərin tərcümələrinə diqqət yetirək. Tülkü, balina, su iti, nərdivan, göyərçin. Burada qeyd olunan sözlərin hər biri heyvanlardır, lakin D variantı isə heyvan qrupuna aid olmadığına görə fərqli variantdır. 60-cı sualımızda isimlərin olduğu cərgə tələb olunur. Hər bir variantda bir ismi çıxmağımız bizə doğru cavabı əldə etməyimizə səbəb olacaq. Uzaq, cəsarətli, lazımsız, məxfi, lakin Y variantında isə hər biri isimdir. Münasibət, kitabxana, qabiliyyət. 61-ci sualımızda however sözü mənə bildirir ki, üstünlük dərəcəsində olmalıdır. Tək hecalılarda DS, çox hecalılarda isə demosdan istifadə olunaraqdan üstünlük dərəcəsi yaradılır. Tək hecalı olduğuna görə D və S ilə düzələn D variantı doğru cavabımızdır. 62-ci sualımızda definition verilib, ona uyğun şəkildə sözü tapmaq tələb olunur. Güclü bir şeyə sahib olmaq istəmək və yaxud da bir şeyin baş verməsini arzulamaq hissi. Doğru cavabımız D variantı istək deməkdir. Rekordlar kitabı dünyadakı heyrətamiz şeylər haqqında xüsusi kitabdır. In the world bir birləşmədir. Lakin digər sözlərimiz isə ümumiyyətlə məlumat verən ümumi sözlərdir. Bu səbəbdən də book sözü sayıla bilən tək isim olduğuna görə qarşısında E artiklı yazılmalıdır. Things isə cəmdə olduğuna görə heç bir artiklın yazılmasına ehtiyac yoxdur. 64-cü sualda yaxın mənalı sifətlərin tapılması tələb olunur. Doğru cavabımız A variantı böyük, nəhəng deməkdir. Təəccüblü, yorğun, dəhşətli, xoş, vacib, qəzəbli, yorğun, möhtəşəm ola bilməz. 65-ci sualımızda sağ tərəfdə time sözünü görürük. Time sözü həm sayıla bilən, həm də sayıla bilməyən isim kimi nəzərə alınır. Lakin burada baxmaq lazımdır ki, bu sözün sonunda s yoxdur. Belə olduğu təqdirdə belə çıxır ki, bu sayılmayan isimdir. Buna görə də sayılan isimlərlə olanları çıxardıram. Eləcə də elotdan sonra isim gələ bilməz. Doğru variantımız Y variantı. Definitionları və sözləri bir-biri ilə uyğunlaşdırmaq lazımdır. Motivasiya etmək, razılaşmamaq və təkmilləşdirmək. Doğru cavabımız B variantı. Motivasiya etmək. Kimisə məqsədə çatmağa həvəsləndirmək, yönləndirmək. 2-də B variantı. Başqasından fərqli bir fikrə sahib olmaq. 3-də A variantı. Bir şeyi daha yaxşı etmək, yəni təkmilləşdirmək. Kökdən dəyişənlər ümumiyyətlə həmişə apostrof s-lə düzəlir, yanlışdır. Lakin ikincidə isə doğrudur. Kökdən dəyişəndir və apostrof s-lə yərik halı düzəlib. D artiklından sonra soyad gəldiyi təqdirdə A ilə bildirir. Bu səbəbdən də cəmdə, yəni s apostrof formasında olmalıydı. İsimlərin qarşısında birdən böyük rəqəm gəldiyi təqdirdə bu halda isim cəmlənir və s apostrof şəklində yazılır. If you-dan sonra gələn isim cəmdə olmalıdır, lakin burada apostrof s təkdə verilib. Uzlaşma qaydasına aiddir. Mübtəda da ING olduğu təqdirdə xəbərim təkdə olur, doğrudur. Mübtəda ING ilə başlayıb, lakin xəbərim cəmdə verilib. Yenə ING var, xəbərim təkdədir, doğrudur. Burada isə baxıram ki,
Breed sözü sayılmayan isim olsa da, oflu birləşmələrdə ofun sol tərəfinə əsasən müəyyənləşdirirəm. Buradakı ismim cəmdə olduğuna görə xəbərim təkdə ola bilməz. Short tekslərin tərcüməsinə bir-bir baxaq. Grand Hotelə xoş gəlmisiniz. Səhər yeməyi səhər saat 7-dən 10-adək yemək otağında verilir. Zəhmət olmasa saat 12-yə qədər qeydiyyatdan keçin. Dəsmal və ya sabuna ehtiyacınız varsa, zəhmət olmasa qəbula zəng edin. Kitabsevərlər girişdəki kiçik kitabxanadan istifadə edə bilərlər. Kitabxanada gecə yarısından sonra pulsuz qəhvə təklif edən kiçik bir kafe də var. Pulsuz kofe sadəcə səhərlər erkəndən təklif olunur, yanlışdır, gecə yarısından sonra təklif olunur. Balaca kafe yemək otağının yanında yerləşir. Xeyr, balaca kafe kitabxanada yerləşirdi. Qeydiyyat yoxlamadan məsuliyyət daşıyır. Xeyr, eyni zamanda dəsmal və yaxud da sabuna ehtiyac varsa, resepsiyona qeydiyyata zəng etmək yazılıb. Ona görə də only verilə bilməz. D variantında 1 saatlıq yox, 7-dən 10-a qədər servis olunur. Doğru cavabımız E variantı. Sən otel kitabxanasında kitab oxuya bilərsən. 70-ci sualın tərcüməsinə baxaq. Hörmətli qonaqlar, film bu şənbə günü saat 18:00-da başlayacaq. Biletləri onlayn ala bilərsiniz. Zəhmət olmasa, film başlamazdan əvvəl telefonlarınızı söndürün. 14 yaşdan kiçik uşaqlara icazə verilmir. A variantında bildirilir ki, film bu həftə sonu göstəriləcək. Elə doğru cavabımız A variantıdır. Digər variantların harda səhv olmasına gəlin detallı baxaq. B variantında biletə ehtiyac yoxdur deyir. Əksinə olaraqdan bileti onlayn əldə edə biləcəyinizi qeyd edir. C variantında mobil telefonları söndürmək lazım deyil. Əksinə lazım olduğu qeyd olunub. D variantında film yalnız uşaqlar üçündür. Xeyr. Əksinə 14 yaşdan aşağı uşaqlar daxil ola bilməzlər. Y variantında film səhər saat 6-da başlayacaq. Xeyr. Səhər saat 6-da deyil, PM, yəni axşam saat 6-da başlayacaq. 71-ci sualın tərcüməsinə baxaq. Əziz şagirdlər, məktəb gəzintisi gələn bazar ertəsi günü keçiriləcək. Yemək verilməyəcək. Zəhmət olmasa naharınızı və bir şüşə su gətirin. Avtobus səhər saat 7-də yola düşür. Növbəti dayanacaq 2 saat sonra olacaq. Əgər iştirak edə bilmirsinizsə, direktorunuza ən azı 1 saat əvvəl məlumat verin. A variantında iştirak edə bilməyən şagirdlər əlavə səyahət alacaqlar, belə bir məlumat verilməyib. B variantında avtobus yarım saatdan sonra dayanacaq, yarım saatdan sonra yox, 2 saatdan sonra dayanacaq. C variantında avtobus axşam saat 7-də yola düşəcək, axşam yox, səhər yola düşəcək qeyd olunub. D variantında şagirdlər yeməklərini özləri gətirməlidirlər. Doğru cavabımız D variantıdır. Y variantında iştirakçılara çoxlu yemək təklif olunacaq, əksinə heç bir qida təklif olunmayacağı qeyd olunur. Böyük mətnimizin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağım. Videonu dayandıraraqdan detallı formada baxa bilərsiniz. 72-ci sualımızda cümləni tamamlamaq tələb olunur. Photo was presented to Berlin Zoo by Berlin Zoo Parkına hədiyyə olunub heyvanlar satan qadın tərəfindən. 73-cü sualımızda soruşulur. Hər gün ən çox sevdiyi fəaliyyət nədir? E variantı ağaclara dırmaşmaq. 74-cü sualımızda mətnin nə haqqında olduğu soruşulur. Doğru cavabımız D variantı. Dünyanın ən yaşlı qorillası. 75-ci sualımızda mətnə əsasən doğru olan variantın seçilməsi tələb olunur. Doğru cavabımız C variantı. Heyvanların qeydinə qalmaq önəmlidir. 76-cı sualımızda isə yanlış olan variantın tapılması tələb olunur. Doğru cavabımız 2 və 3-dür. Qoca olsa da zəif deyil, bu doğrudur. İkinci yanlışdır, az ziyarətçi gəldiyi deyilir, lakin əksinə çox ziyarətçi gəlir. Üçüncü də yanlışdır, çünki qeyd olunur ki, doğulduğu gündən bəri Berlin Zoo Parkında yaşayır, lakin o hədiyyə verilmişdi, orada doğulmamışdı. 4 isə doğrudur. Dünyanın ən yaşlı qorillası 1950-ci illərdə anadan olub. Videonu bəyəndinizsə bəyən butonuna basmağı, həmçinin kanala abunə olaraqdan şərh yazmağı unutmayın.